RFM finalları və olimpiadalar üçün növbəti suallara baxırıq. Deməli, ayın bərabərdir n çıxaq 21 bölək n üstəgəl 4 olarsa A1, A2, A3, A100 hasilinin qiymətini istəyir bizdən. Deməli, biz burada nəyə baxmalıyıq? Məsələn, mən burada aparıb tutaq ki, bir-bir təbii ki, yazmalıyam n-in yerinə. Deyək ki, A1 tapmaq istəyirəm. A1 tapsam nə olacaq? Bərabərdir 1 çıxaq, deməli, 1 dəqiqə, 1 çıxaq, deməli 21 bölək 5 olacaq. Yəni n-i yerinə 1 yazsam 1 çıxaq 5-də 21. Tutaq ki, A2-ni yazsam, təbii ki, mən bunu hesablaya bilərəm də. İndi bu müəyyən bir cavab ala bilərəm, mənfi də olsa. A2-ni yazsam nə olacaq? Deyək ki, 2 çıxaq artıq 6-da 21 olacaq. Aha, deməli mən burada 3-ü tapmaq üçün, yəni A3 tapmaq üçün, baxın, bu bərabərdir, bu bərabərdir. Nə olacaq burada? 3 çıxaq 21 bölək 1 üstəgəl, daha doğrusu 3 üstəgəl 4, o da 7 eləyəcək. Onda bu ifadə 7-də 21 nə olur? 3 olur da, yəni 21-i 7-yə böldükdə 3 olur və 3-dən 3 çıxdıqda bərabər nəticə 0 olacaq. 0-ı da buradan nəyə vuracaqsansa, ümumi nəticə 0-a bərabər olacaq. Yəni, digərlərini artıq burada tapmağa ehtiyac yoxdur. Cavab A variantı sual üçün.